Ukrayna aviasiyası Rusiya işğalçı ordusunun zirehli döyüş maşınları və şəxs heyətinin yerləşdiyi hərbi obyektlərə zərbələr endirib. Obyektlərdən biri hərbi texnikanın saxlandığı anqar idi. Zirehli transportörlərin və KAMAZ hərbi yük maşınlarının yerini aşkar edən Ukrayna kəşfiyyatı ərazidə texnikanın mövcudluğunu bildirib və məlumatı aviasiya qüvvələrinə ötürüb. ABŞ istehsalı olan GBU-39 aviabombaları ilə həyata keçirilən 4 zərbə nəticəsində Ensilil, Qaraz, NGA-R və orada yerləşən hərbi texnika habelə ərazidə toplaşmış Rusiya hərbçiləri məhv edilib. Bundan əlavə Donetsk vilayətinin işğal olunmuş Soledar şəhərində Rusiya işğalçı ordusunun əskərlərinin toplandığı binaya GBU-62 aviabombaları ilə 2 zərbə endirilib. Nəticədə bina partlayıb və uçub içəridəki hərbçilər həlak olub. Qeyd etməyə lazımdır ki, Ukrayna aviasiyasının həm işğal olunmuş ərazilərdə, həm də Rusiyanın sərhəd bölgələrində qərb istehsalı olan aviabombalarla hərbi obyektlərə endirdiyi zərbələri sayı artıb. Vladimir Putin sülh danışıqları üçün Prezident Volodymyr Zelenski ilə görüşmək üçün İstanbula səfər etməyib. Britaniyanın Mirror qəzeti bunun bir səbəbini açıqlayır. Onlar iddia edirlər ki, Putinin təkcə Rusiyanı deyil, hətta Kremli belə tərk etməsinə mane olan bir obsessiyası var. Rusiya diktatoru Ukrayna qəti dəstəsindən, Kreml əleyhinə sui-qəsdçilərdən və ya daxili çevrəsindən olan qatillərdən qorxduğu üçün təhlükəsizliyini gücləndirib və nadir hallarda Kreml təhlükəsizlik qəfəsini tərk edib. Xatırladaq ki, Vladimir Putin hətta Qırmızı meydanda parad və gücləndirilmiş təhlükəsizliklə Rusiyanın qələbə gününün qeyd edilməsinə rəhbərlik edib. Moskva mərkəzində güclü təhlükəsizlik tədbirləri və məhdudiyyətlər tətbiq olunub. Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl bildirmişdi ki, digər liderlərə qarşı sui-qəsd cəhdlərindən asılı olmayaraq Rusiya prezidenti Vladimir Putinin təhlükəsizliyi həmişə gücləndirilir və bunun təmin edilməsi üçün hər şey edilir. Böyük Britaniyanın Bilgə Kimyəvi, Bioloji, Radioloji və Nüvə alayının keçmiş komandiri polkovnik Hamişte Breton Gordon deyib ki, Putin artıq ölmüş bir adamdır. Ukraynadakı müharibəsi onun sonunu gətirəcək tükənmiş bir qüvvədir. O Mirrora deyib, Rusiyada vəziyyət çox pis görünür. Çünki hətta ABŞ-da Trumpın Putin tərəfindən oynanıldığını başa düşdüyü üçün indi Ukrayna ilə barışığa baxır. Putin vaxt qazanmağa davam edə bilməz və Zelenskinin Türkiyədə onunla üz-üzə görüşmək çağırışı ilə onun blefi parlaq şəkildə ifşa edilib. Gələn aylarda Rusiya neft qiymətlərinin aşağı düşməsi nəticəsində gəlirinin 1/3-ni itirəcək və münaqişədə təxminən 1 milyon əskərini itirib. Bu artan təhlükəsizliyi ilə gördüyümüz kimi inanılmaz dərəcədə paranoiddir və etibarlı şəkildə məlumatlandırılmış insanlardan məlumat alıram ki, onun ən azı 2 doppelgangeri və ya oxşarı var. O narahatçar kimi davranır və bolşeviklər qapılarda toplaşırlar, çünki daxildə vəziyyət həqiqətən də dəhşətli görünür.
Ruslar hətta bir parça çörək də ala bilmirlər, deyə Breton Gordon bildirib. Böyük Britaniyanın Rusiya kəşfiyyatı və ordusu üzrə aparıcı analitiklərindən biri olan Bruce Jones deyib, Rusiyada işlər heç vaxt demokratik şəkildə bitmir və vəziyyət Putin üçün pisdir. O illərlə insanları öldürtürüb və onun ordusunda bəziləri artıq belə bir şəkildə cəzalandırılıb. O, Moskvada yaxşı qərarlar verməyən bir lider üçün bunun necə baş verdiyini bilir. Buna görə də onun paranoid olması çox güman ki, haqlıdır. Əfqanistanda Böyük Britaniya qüvvələrinin keçmiş komandiri polkovnik Richard Kemp əlavə edib. Putini aradan qaldırmaq istəyən çoxlu insan var, lakin onun təhlükəsizliyi o qədər güclüdür ki, bunun ümumiyyətlə əldə edilə biləcəyi barədə real sual yaranır və mən inanıram ki, hələlik bunun baş verməsi ehtimalı azdır. Bunlar Qərbdə Putin haqqında düşüncələrdir.